Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Seyyidina ve nebiyyina ve mevlana. Ebel Kasım Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem. Ve alihi teyyibine tahirin ve la'netullah ala a'daihim ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Değerli tamaşaçılar, değerli izləyicilər, hər birinizi salamlayıram. Bildiyiniz kimi bu gecə Qədr gecəsidir. Birinci gecədir, ilk gecədir. Bilirsiniz ki, Qədr gecəsi 3 gecədir və bugün birinci gecə hesab olunur. Bugün ibadət günüdür, bugün Allaha dua etmə günüdür, bugün təqdirimizin dəyişməsi üçün şərait yaratmaq günüdür. Allah bu gecədə edilən ibadətləri hər birimizdən qəbul etsin, ali dərəcədə qəbul etsin. Tutduğumuz bu orucu, onun ləzzətini bizə yaşada bilsin Allah, yaşatsın daha doğrusu. Tutduğumuz o orucun faydasını görə bilək. Yəni, nəinki bu Qədr gecəsi yaşadıq, Qədr gecəsindən sonra da, Ramazan ayından sonra da bu mübarək Ramazan ayında tutduğumuz orucların o gözəlliyini, o faydasını Allah bizlərə yaşatsın, onun təsirini bizə yaşatsın. Və Qədr gecəsi bilirsiniz ki, çox mühüm gecədir. İslam dinində, ümumiyyətlə müsəlmanların inancıdır ki, bu gecə həqiqətən çox möhtəşəm bir gecədir, mühüm bir gecədir. Hədislərdə qeyd olunur, mən bəzi çıxışlarımda da demişdim, hədislərdə qeyd olunur ki, birinci gecə təqdir olunma gecədir, ikinci gecə müəyyən olunma, təyin olunma gecəsidir, üçüncü gecə xətm olunma gecəsi sayılır. Yəni biz birinci gecədə təqdirimizi, taleyimizi özümüz başlayırıq yazmağa, Allaha yalvarış etməklə, Allaha dua etməklə, Allahın rəhmətinə sığınmaqla. Və ikinci gecədə biz birinci gecəyə əsasən müəyyən edirik təqdirimizi. Üçüncü gecədə artıq təqdirimiz ki, müəyyən olundu, xətm olunur, sona yetir. İllik özümüzün təqdirimizi müəyyən etdik. Rəhmət gecəsi sayılır. Bu gecənin olması əslində Allahın rəhmətinin göstəricisidir. Yəni, əgər bu gecə varsa, o deməkdir ki, yəni Allah rəhmətlidir. Bu gecə Allah elə bir şərait yaradıb ki, Quran-ı Kərimdə də ayət edir, Leylətul Qadr xayrun min əlfiş şəhr. Qədr gecəsi 1000 aydan üstün sayılır. 1000 aydan üstün sayılır. Yəni 1000 ay təqribən 83 il sayılırsa, 83 il, yəni sən hər il Qədr gecəsi keçirirsən, deyir o 83 il var, bir ömürdən çoxdur. Yəni hər il sən Qədr gecəsi keçirdikcə gör nə qədər ibadət etmiş olursan, gör nə qədər sən təkamül etmiş olursan. Qədr gecəsi belə bir mühüm gecədir. Bu gecədə mələklər nazil olar. Bu gecədə ruh, Allahın əzəmətli bir varlığı nazil olar. Bu gecə İmam Zaman əleyhissalama ən gözəl təvəssül etmə gecədir. İmam Zaman əleyhissalam üçün gözəl bir gecədir. Yəni bu gecə biz İmam Zamana əlimiz daha rahat çata bilər. Daha rahat əlimiz İmam Zamana çata bilər. İmam Zaman biz paklanmaqla, daha tez paklanmaqla İmam Zaman daha yaxşı bizi eşidə bilər, səsimizi eşidə bilər. Ruh və mələklər nazil olur. Peyğəmbərin dövründə Peyğəmbərə nazil olardı, bu dövrdə İmam Zaman əleyhissalama nazil olur. İmam Zamanı da bu gecə unutmayaq. Biz mübarək Ramazan ayında tutulan oruca nə dedik? Deyirdik ki, bu ay ilahi ziyafətdir. Allah bir qonaqlıq açıb mübarək Ramazan ayında. Və bu ziyafətini, bu gözəlliyini, bu qonaqlıq hər kəs dadır. Hər kəs hiss eləyir. Namaz qılandan, qılmayandan fərq etmir. Hər kəs öz mərifətinə, hər kəs öz əməlinə, əməli qədərincə hiss eləyir Qədr gecəsini, gözəlliyini dadır. Ziyafət ayda hər kəs bu qonaqlığa dəvətlidir. Allah bir qonaqlıq təşkil edib, möhtəşəm bir qonaqlıq təşkil edib. Bu qonaqlıq bizim başa düşdüyümüz o birisi qonaqlığından fərqlənir. Bu adi qonaqlıq deyil. Allahın qonaqlığı maddi qonaqlıq deyil. Allahın qonaqlığı mənəvi bir qonaqlıqdır. Maddi qonaqlıqdan da üstün qonaqlıqdır. Ev sahibi
qonaqlıq verir, maddi bir şeylər verir, yemək, içmək verir. Allah deyir, mənim yemək, içməyim, mənim sizə verəcəyim qida ruhunuzun qidasıdır. Ən əsas məsələdir bu, mənəvi qidadır. Bu ayda Allah qonaqlıq verir və bu qonaqlıqda mənəvi qidalar var. İnsanlar üçün mənəvi qidalar təşkil edib. Süfrədə insanlar gəlir, ondan bəhrələnir, gəlir ondan qidalanır. İnsan maddədən qırılmalıdır ki, Allahın o mənəvi qonaqlığına qoşula bilsin. Allah deyir ki, mənim qonaqlığım maddi qonaqlıq deyil, mənim qonaqlığım yemək deyil, içmək deyil. Mənim qonaqlığım yemək içməkdir, qidadır, amma mənəvi qidadır. Mənim işim ruhdur. Mənəvi, maddi tərəflərinizi həll edin, sizə şərait yaratmışam. Mənəvi. Bu ayda həmin o gözəlliyi, Allahın mənəvi qonaqlığını hiss etmək istəyirsənsə, maddiyyətdən qırılmalısan. Tamamilə qırılmalısan maddiyyətdən. Və bu ayda ki, Allah bizə mübarək Ramazan ayında bizə oruç tutmağı vacib edir. Ona görə vacib edir ki, qonaqlıqdır qonaqlığı dərk etmək üçün sən nə etməlisən? Mənəvi qonaqlığı dərk etmək üçün maddiyyətdən qırılmalısan. Oruc vasitəsilə bir neçə saat ərzində Allah bizi o maddiyyətdən qırır ki, Qədr gecəsinə hazırlaşdırsın bizi. Qədr gecəsinə keçid edə bilək. Bunlar müqəddimədir Qədr gecəsinə. Oruç tuturuq ki, Qədr gecəsində mənəvi qonaqlığın o pik həddini biz dada bilək. Ev sahibi qonaqlıq verəndə ev sahibindən soruşulmur, nə verəcəksən? Bunu soruşmaq ayıbdır. Mən gedim, ev sahibi qonaq verir, gedim ona deyirəm ki, yeməyə nə verəcəksin, içməyə nə verəcəksin? Bu ayıbdır axı. Allah qonaqlıq verəndə Allahdan soruşulmur. Allah ev sahibidir, Allahdan soruşulmaz ki, bu qonaqlıq nədir? Amma əmin ol ki, ev sahibi qonaqlıq verə bilər, sən ondan istəyirsən soruşarsan, yeməyə nə verəcəksən, bəlkə mənim istədiyim yemək deyil, xoşlamadığım yeməkdir. Amma əmin ol ki, mübarək Ramazan ayında və Qədr gecəsində ki, Allah süfrə açır, bu mənəvi süfrə açır, ondan heç soruşmağa ehtiyac yox ki, nə verəcəksən. Çünki elə bir şey verir ki, hər bir insanın ehtiyacıdır, mənəvi qidadır. Özü bir mənəvi qida deyil, Necə ki, İnsanlar ev sahibi qonaqlıq verəndə müxtəlif yeməklər verir, müxtəlif yeməklər süfrəyə gətirir. Allah da mənəvi qida gətirir süfrəyə. Özü də müxtəlif mənəvi qidalar, mərhələlər, mənzilətlər, məqamlar. Allah, ilahi sənin bu süfrəndə nə var, mənəvi qidalarında nə var? Allah deyir, mənim mənəvi qidamda müxtəlif məqamlar var. Sizin üçün müxtəlif mənzilətlər var, qidalar var və o qidalar mənəvi qidadır və müxtəlif mərhələnin qidasıdır. Yəni, bu ayda hansı mərhələyə çatmaq istəyirsən, hansı mənzilətə, hansı məqama çatmaq istəyirsənsə, qonaqlıqdan istifadə edir. Süfrə açıqdır, ələt o məqamdan istifadə edir. O məqamı götür, o qidanı götür, ondan faydalan, o məqama çat. Məqam qonaqlığıdır. Mənəvi qonaqlıq nədir? Yəni, Allah məqam qonaqlığı təşkil edib, mərhələlər qonaqlığı təşkil edir. Ona görə ariflər bu ay üçün dəli divanə olurlar ki, bu ayda biz indi növbəti məqama, mərhələyə keçid edə bilərik. Allah ən gözəl ev sahibidir bu ayda. Ən gözəl ev sahibidir. Bu ay həm də ölüm ayıdır. Ariflər buna ənfusi kiçik qiyamət deyirlər. Ölüm ayıdır həm də. Nə deməkdir bu? Ölmədən öncə ölüm Peyğəmbərimiz, əziz Peyğəmbərimiz salavatullah deyir, mutu qablə ən təmutu. Ölmədən öncə öldürün özünüzü, ölün. Yəni, nəfsinizi islah edin. Elə edin ki, böyük ölüm, ruh sənin bədənini tərk etmədən öncə, gəlib ki, bədənimi ki, tərk edəcək, o ruhun sənin maddiyyətə, dünyaya bağlı olsa, qəlbin dünyaya bağlı olsa, sənin ruhu alanda ruhun tərk etmək istəməyəcək dünyaya. Çünki dünyaya aşiq olub. Deyir, indidən özünü öldür. Elə bir mərhələyə gəl çat ki, ölmədən öncə öl ki, sən dünyadan getdikdə, ruhun bədənini tərk etdikdə, ruhun belə deyim, ruhumun gözü dünyada qalmasın. Ruhumun gözü dünyada qalmasın. Nəfsimin gözü dünyada qalmasın. Ona görə ölmədən öncə ölün. Zatən mən ölmək istəyirdim. Yəni, ölmək deyəndə, yəni Allaha görüşmək. Mən burada kimsə təşviq etmirəm, kimsə geçsin, özünü öldürsün, intihar eləsin. Yəni, Allahla bir görüş. Allahı istəmək. Zatən mən bu dünyada heç bir adətim yoxdur, bağlılığım yoxdur.
Allah deyir, maddi şeylərdən istifadə edirəm. Yoxsa mənim qəlbim Allahadır, mən Allaha istəyirəm. Zaten mənim nəfsim islah olunub və mən istəyirəm ki, Allaha tərəf gedim, Allaha qovuşum. Mənim istəyim budur, mənim başqa bir istəyim yoxdur. Zaten mən ölmədən, yəni ölüm onu gəlib haqlasa, ölüm onu gəlib aparsa, o mat məəttəl qalmayacaq, o təəccüb etməyəcək. Niyə? Çünki zaten mən ölmədən özümü öldürmüşdüm, hazır idim ölməyə, istəyirdim. Mən ölümün aşiqiyəm, ölümün aşiqiyəm, yəni görüşün aşiqiyəm. Yenə deyirəm, mən demək istəmirəm kimsə gəlib intihar eləsin, günahdır, haramdır intiharı, mən demirəm kimsə getsin intihar eləsin. Yəni demək istədiyim budur ki, insan ölümə hazır olmalıdır. Ölümdən qorxmamalıdır. Ölmədən öncə ölüm. Bu ay ölüm gecəsi ayıdır. Ariflər buna ənfusi kiçik qiyamət deyir. Qədri gecəsi ölüm gecəsidir. Yəni ilahi biz gəlirik özümüzü islah etməyə, ölmədən öncə ölüm məqamına çatmağa gəlirik biz. Ölmədən öncə ölüm məqamına, mərhələsinə gəlib çatmaq istəyirik. Qədri gecəsi and ola Allaha, həqiqətən, vallah bunu yəni təkidlə and istəyirəm ki, Qədri gecəsi fövqəli bir gecədir. Bunu izah etmək mənim kimisi sizə izah etsin, çətin məsələdir. Amma hədislərə baxanda, ayəyə baxanda Qədri gecəsi fövqəli bir gecədir. Fövqəli bir gecə hesab olunur. Elə bir gecədir ki, Peyğəmbər Allah deyir, وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ Peyğəmbər, Qədr gecəsi elə bir aydır, elə bir gecədir ki, dəhşətdir, yəni dəhşətli bir gecədir. Dəhşətli bir gecədir. Əzəmətli bir gecədir. Siz bilmirsiniz orada nələr baş verir. Bilmirsiniz Qədr gecəsində sən bir anın içərisində necə dəyişə bilərsən. Nə baş verir o Qədr gecəsində? Dərk edə bilmirsən. وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ Peyğəmbər, bilirsən Qədr gecəsi nədir? Dəhşətli, əzəmətli bir gecədir. Möhtəşəm bir gecədir. O gecədə sən bir anın içində dəyişə bilərsən. Bir anın içində həyatın 180 dərəcə dəyişə bilər. Elə bir mənəvi məqama sahib olarsan ki, ömrün boyu axtardığın bir məqama nail olarsan. Belə bir əzəmətli gecədir. Rəhmət gecəsidir. Allah rəhməti ilə hər bir insanın işini həll edir. Qədr gecəsində insan peyğəmbər olunur. Ümumiyyətlə insan peyğəmbər ola bilməz. Qədr gecəsində biz peyğəmbər olacağıq. Qədr gecəsində insan peyğəmbər olmayacaq. Amma Qədr gecəsində insan peyğəmbərin hissini anlaya biləcək bir məqama çata bilər. Peyğəmbəri anlaya biləcək bir məqama çata bilər. Qədr gecəsi nədir? İnna ənzəlnahu fi leylətil qadr. Biz onu Qədr gecəsində, Qurani-Kərimi Qədr gecəsində nazil etdik. Qədr gecəsində Peyğəmbərə Quran nazil oldu. Quranın ruhu, Quranın mənası, Quranın həqiqəti, mahiyyəti, nə deyirsiniz deyin Peyğəmbərin qəlbinə nazil oldu. Və nə keçirtdi Peyğəmbər? Peyğəmbər hansı hissləri keçirtdi? O əzəmətli bir şey öhdəsinə aldı, qəlbinə aldı, qəlbinə nazil oldu. Necə dəyişkənlik baş verdi? Nə keçirtdi Peyğəmbər? Həmin o hissi biz Qədr gecəsində anlaya bilərik. Quran nazil olub Qədr gecəsində. Mənim müqəddəs kitabım, hidayət kitabım, Rəbbimdən mənə olan sevgi mesajı deyim. Rəbbimin mənə olan mesajı nazil olub. Peyğəmbərin qəlbinə nazil olmaq, yəni bizim qəlbimizdə, biz qəlbimizdən yəni Peyğəmbərin hissini anlaya bilərik. Rəbbimin mənə sevgisinin elanıdır, mesajıdır. Axı Quran-Kərimdə cəza, bu şeylərdən danışır. Rəbbim onun sevgisindən edir. Onun sevgisindən edir. Başa düşmürəm deyə ona görə məcbur qalır ki, məni hədə qorxu ilə çəkindirsin, amma pis işlərdən çəkindir. Bu barədə biz danışmışıq çıxışlarımızda, Quranın səhv etmirəmsə danışmışıq deyəm də mövzumuz deyil. Çox da onun dərinliyinə keçid etmirəm. Bu gecə Qədr gecəsində insan peyğəmbər olmur, amma insan peyğəmbərin hisslərini anlaya bilir. Anlaya biləcək bir məqama çata bilər. Həm də deyirlər, oruç tutan Allah Qurani-Kərimdə deyir ki, Allah bir bəndəsində xeyir istəsə, ona neyniyər? Ona hikmət verər. Hədisdə deyir ki, oruç tutana hikmət bəxş olunur. Qədr gecəsi, oruç tutan insan həm də hikmətə sahib ola bilir.
həqiqətləri olduğu kimi görə bilər. Yəni nə deməkdir qədir, hikmət? Hikmət budur ki, həkim ona deyərlər, o şəxsə deyərlər ki, o hər şeyi olduğu kimi görür. Olduğu kimi anlayır. Hikmət bu deməkdir də. Oruç tutmaqla Allah bizi maddiyyətdən çəkindirir ki, həqiqəti bir gör. Müvəqqəti bir çəkinmə baş versin səndən. Maddiyyətdən qırıl ki, həqiqəti gör. Peyğəmbərimiz deyir ki, bu gözünüzü, maddi gözünüzü bağlayın ki, qərbəlikləri görə biləsiniz. Yəni, mücərrət, mənəvi şeyləri görə bilərsiniz. O qədər bu gözünüzü bağlamamışsınız. Qəlbiniz həqiqətləri görə bilmir. Söz bu deyil, mən gözümü belə bağlayayım, göz qapağını bağlayayım. Yox, yəni gözü haramdan çək. Gözü haramdan çək, bu şeylərdən çək, qəlbinə təsir edəcək, qəlbin həqiqətləri görəcək. Şikayət edirik, mən bir mənəvi məqama çata bilmirəm, həqiqətləri görə bilmirəm, bu gözümüzü bağlamamışıq. Maddiyyət məsələsində ilişib qalmışıq. Yəni, bu ay maddiyyətdən qırılıb hər şeyi olduğu kimi görməkdir, bu aydır. Bu gecə maddiyyətin pik həddidir, maddiyyətdə yenə qırılmanın pik həddidir. İlahi, oruç tutdum, qırıldım indi Qədir gecəsində, tutduğum bu orucların gerçəkləşdirirəm, hər şeydən qırılıram. Qırılıram mən hər şeydən. Qədir gecəsində gəlib nə deyirəm sənə? İlahi tövbə, əstəğfirullah. İlahi sənə tövbə edirəm. Nədən? Maddiyyətə bağlılıqdan sənə tövbə edirəm. Gəldim ki, ilahi sənə deyim, mən maddiyyətdən qırıldım, hər şeydən qırıldım. Bu Qədir gecəsində artıq mən sənə gəlmişəm, sənə qovuşmağa gəlmişəm. Qədir gecəsində, yəni nə deməkdir? Qədir gecəsi maddiyyətdən qırılıb, hər şey olduğu kimi görmək üçün gəlmişəm sənin yanına. İlahi, mərhəmətinlə məni qəbul et. Maddiyyət gözümü kör etdi. Maddiyyət yəni pul nəzərdə tutulmur, maddi şeylər, dünyaya bağlılıq. Allahın izni ilə biz danışacağıq, növbəti Qədir gecəsində də bu mövzunu davam edəcəyik. Hələ mən bəzi yerlər qaldı ki, oranı demədim. İnşallah növbəti Qədir gecəsində də danışacağıq. Mən bugünün sahibi olan Həzrət Əli əleyhissalam haqqında danışmaq istəyirəm. Onun zikir müsbətin bir neçə dəqiqə deyim. Zərbətlənən gecədir. Belə deyim də, yəni Qədir gecəsində Həzrət Əlinin həm də biz əzasını saxlayırıq. Zərbətlənən Həzrət Əli ki, zərbətləndi, sonra şəhadətə çatdı. Bu barədə biz danışırıq. Həzrət Əli əleyhissalamın zikir müsbətini deyib onu xatırladırıq. İlk imam, əziz imamımız Həzrət Əli. Həqiqətən qədrini bilmədilər Həzrət Əlinin. Və Allah bu gecələrdə, bu ayda Həzrət Əlini gəlib insanlara xatırladır ki, insanlar Həzrət Əlini xatırlatsın, Həzrət Əlidən dönməsin. İnsanların tutduğu orucları, ibadətləri daha keyfiyyətli olsun. Həzrət Əlinin xüsusi gecəsidir bu gecə. Ona təvəssül eləyək. Ya Əmirəl-Müminin. O gözəl nəzərinlə bizə bir nəzər et. Gözəl nur gözünlə, qəlbinlə bizə bir nəzər et. Həzrət Əlinin xüsusi gecəsidir bu gecə. Gəlmişik biz imamımızın qapısına, imamımıza təvəssül edirik. İmamımızdan istəyirik ki, bizi də öz yanına aparsın. Bizi də öz sevdiyi Rəbbinin yanına aparsın. Hey ulduzlara baxırdı Həzrət Əli. Ölüm xəbərini eşidib Peyğəmbərdən ki, ölümü çatacaq. Ramazan ayında şəhadətə çatacaq. Peyğəmbərdən eşitmişdi, öncədən xəbər almışdı. Hey ulduzlara baxır və deyərdi, İnna lillah və inna ileyhi raciun. Allahdan gəlmişəm, Allaha da gedəcəm. İlahi, ölümü mənə mübarək et, bərəkətli et. Hey ölümü gözləyirdi. Bu anı çoxdan gözləyirdi Həzrət Əli əleyhissalam. Həzrət Zəhranı salamullah əleyhanı torpağa qoyanda gözləyir. Həzrət Zəhranı torpağa qoyandan gözləyir ölümünü. Torpağa qoyandan, o zamandan o ölümünü gözləyir, şəhadətini gözləyir. Dəf eləyir Həzrət Zəhranı, deyir, la xeyrə bə'dəki fil haya, ya Fatimə. Fatimə, səndən sonra bu dünyanın bir xeyri yoxdur, bu dünyada bir xeyri yoxdur. Yəni, mənim üçün artıq ölüm, mən ölümümü gözləyirəm.
Səndən sonra mən ölümü gözləyirəm. Göylərdən səs gəlir. Həzrət Əlinin şəhadəti barəsində göylərdən səs gəlir, şəhadətə çatanda, zərbətlənəndə göylərdən səs gələr ki, qad qutilə Murtəza, qad qutilə Mövla. Murtəza qətlə yetirildi. Murtəza Mövla qətlə yetirildi. Göylər ağlayar Həzrət Əlinin zərbətləndiyi anına, şəhadətinə. Evdən çıxır, gəlir məscidə. Məscidə gəlir. Məscidə gələndə amma qəribə hadisə baş verir. Təbiət, aləm elə bir ki, istəmir Həzrət Əli getsin məscidə. İbn Mülcəm ona zərbə vuracaq. Zəhərli qılıncla onun başını paralayacaq. Aləm, dünya, yerin, göyün varlıqları istəmir Həzrət Əli getsin. İstəmir şəhadətə çatsın. Gedir məscidə, həyətdə qazlar hücum edir. Eşitmisiniz bunu? Hücum edir, Həzrət Əlinin qarşısını kəsir. Gəlir qabağına, o qazlar Həzrət Əlinin qabağına gəlir, qabağını kəsir. Çalışırlar ki, onun qabağını alsın ki, o məscidə getməsin. Gedir Əbasi məscidə ilişir. İlahi, bu necə bir hadisədir ki, təbiət belə icazə vermir, istəmir ki, bu kişi şəhadətə çatsın. Təbiət belə istəmir, aləm istəmir, yer, göy ağlayır bu kişi üçün. Necə bir əzəmətli varlıqdır. Gəlir məscidə girir, öz qatilinə belə rəhm edir. Belə bir mərhəmətli imam, gör onun Rəbbi, Allahımız necə mərhəmətlidir. Və bu gecədə mərhəmətli bir Allahın qapısına gedirik. Öz qatilinə deyir ki, İbn Mülcəm, üzü üstə uzanma, üzü üstə yatmazlar, məkruhdur. Üzü üstə uzanma. İbn Mülcəm qılınc gizlədirdi. İmam deməsi ki, yəni dur, üzü üstə uzanma. Ona söz atır. İbn Mülcəm, hələ də sən dərdini çəkirəm mən. Hələ də mən sənin imamına. Gəlir azan verir, minarədən gəlir namaza, namazını qılır. Namazını qılır, gedir səcdiyə. Səcdə halında Allaha dua edir. Birdən tarixdə deyirlər ki, səs eşidilir. Sanki yerin və göyün bütün varlıqları, Allahın mələkləri, sanki Həzrət Peyğəmbər də o səsi eşidir. Hər yerə bu səs yayılır. Deyir ki, görürlər ki, Həzrət Əli gedir səcdiyə və birdən səs eşidilir, səs ucalır. Fustu və Rabbil Kəbə, and olsun Kəbənin Rəbbinə nizat tapdım. And olsun Kəbənin Rəbbinə nizat tapdım. Artıq mən qurtuldum. Artıq mən Rəbbimə qovuşdum. Belə bir imam, belə bir ümmətdən qaçmaq istəyir. Gör, ümmət bu imamı hansı vəziyyətə gətirib çatdırır ki, imam qaçır. Ölümü qurtuluş bilir. İnsanlardan ayrılmağa qurtuluş bilir. İlahi, bizləri Həzrət Əlinin qədrini bilənlərdən qərar ver. İlahi, bizləri Həzrət Əlini sevənlərdən qərar ver. İlahi, onun layiqincə onun əmrlərini yerinə yetirənlərdən qərar ver. İlahi, bu qədər gecəsində bizlərə Həzrət Əlinin həqiqi tərəfdarlarından qərar ver. Deyirlər ki, Həzrət Əlini bir xalçanın üstünə uzadırlar, o əzəmətli imamı uzadırlar, aparırlar. Həzrət Əli deyir ki, yolumu qatilim tərəfə salın, İbn Mülcəm tərəfə salın, ona sözüm var. Gəlir İbn Mülcəmlə qarşılaşır, deyir ki, İbn Mülcəm, məni niyə vurdun? Məgər mən sənə pis imam oldum, məni niyə vurdun? İmam istəyir ki, İbn Mülcəmin qəlbini oyatsın, onun qəlbinə toxunsun, oyatsın, tövbə elətdirsin ona, tövbəyə gətirsin. İbn Mülcəm, məni niyə vurdun? Pis imam oldum sənə. İstəyir ki, qəlbinə toxunsun. İbn Mülcəm başa düşür, deyir, ya Ali, məndən əl çək. Mən ən bədbəxt adamam, məndən əl çək. Məndən adam olmaz, məndən əl çək. Deyir, ya Ali, yəni məni tövbəyə sarmazsan, səni öldürməklə mən özümü bədbəxt elədim. Məndən əl çək.
İlahi, biz adam olmaq istəyirik, biz insan olmaq istəyirik. İlahi, Həzrət Əli bugün bizi tövbəyə çağırır. İbn Müzən kimi deməyək, Əli, ya Əli, məndən əl çək. Əksinə deyək, ya Əli, biz gəlirik. Sənin bizi tövbəyə ki çağırırsan, dəvət edirsən, dəvətini qəbul edirik. Belə olaq. Həzrət Əli istəyir İbn Müzəmi tövbəyə dəvət etsin. Tövbəyə çağırır. Əsbaq İbn Nubatə Həzrət Əlinin dostlarından biridir. Dayandım həyətdə, içərdən gördüm ağlamaq səsi gəlir. Biz də burada ağlayırıq. Birdən gördüm İmam Həsən çıxdı, dedi atam Əsbaq İbn Nubatə deyir ki, bizə dedi ki, İmam Həsən, atam deyir ki, burada dayanmayın, gedin. Deyir, bir dəstə getdim, mən qaldım. Qalıb ağlayırdım. Birdən gördüm İmam Həsən yenə gəldi, dedi ki, Əsbaq, demədim gedin. Deyir, ağa, getmək istəyirəm, amma ayağım getmir. Mövlamı görmək istəyirəm. İmam Həsən Həzrət Əliyə, atası Əliyə xəbəri çatdırır ki, Əsbaq getmir. Həzrət Əli deyir ki, eybi yox, onu çağırın yanıma gəlsin. O bizə məhrəmdir. Əsbaq İbn Nəbatə və yaxud Əsbaq İbn Nubatə deyir ki, içəri daxil oldum, gördüm, Həzrət Əlini başını sarı dəsmalla sarıyıblar. Deyir, gördüm ki, sarı dəsmalla başını bağlayıblar, üzünün rəngi ilə dəsmalın rəngi seçilmirdi. Elə bir vəziyyətə gəlmişdi. Deyir, dizim büküldü, dizimi qoydum yerə, düşdüm yerə, Əlinin ayaqlarını öpdüm, gözümə qoydum. Əli baxdı mənə dedi, Əsbaq, ağlama, and olsun Allaha cənnətə gedirəm. Dedi, ağa, mən sizə yox, mən öz halıma ağlayıram. Sizsiz indi mən necə yaşayacağam? Sənsiz ağa, indi mən necə yaşayacağam? Bunu da deyim, yekunlaşdırım. Deyir, görürlər ki, birdən qapı döyülür. İmam Həsənlə Əsbaq gedirlər qapıya tərəf, qapını açsınlar. Görürlər ki, Küfənin yetimləri əllərində qab, içində süd. Gətiriblər Əliyə, Həzrət Əliyə. Deyir ki, eşitmişik ki, bu yetimlər deyir, eşitmişik ki, atamız yaralanıb. O bizə süd gətirərdi, indi biz ona süd gətirmişik. Eşitmişik ki, süd zəhərə təsir göstərə bilir. İndi biz gəlmişik ki, atamız Əliyə kömək olaq. İlahi, bu gecə bizim yetim qalan gecəmizdir. Biz yetim qaldıq. Peyğəmbər deyir, Əli və mən bu ümmətin atasıyıq. İlahi, bizləri atamız Əliyə layiq tərəfdarlardan qərar ver. İlahi, bizləri peşman etmə. İlahi, bizləri bu gecədə bağışlananlardan qərar ver. Yerlər zay edib, titrədi göy, ay paralandı. Səs düşdü gəlin, mədsidə hey, dər yaralandı. Ey vay, əlim ola, əlim ola, əlim ola. Ey vay, əlim ola, əlim ola, əlim ola. Qan çeşmələnib, axdı cəmalullahi tutdim. Bir tirə bulud sanki cəmali məhi tutdu. Bilməm necə ol, zəhrili xəncər şəhid tutdu. Baş səcdədə bir yol dedin, cəldim ilahi. Qanlı üzülən dərgəhvə gəldim ilahim. Ey vay, Əli, ey vay,
Ali Mola, Ali Mola. Ey vay Ali Mola, Ali Mola, Ali Mola. Vazehti huzurunda senin dildeki metlem. Gerçi gözüme alemi xənzər eləyib şəb. Zikr istədi o qanimə vuşə olan ləb. İllərdir ki qəmli ürəyim eşqi bəslər. Alqanədə batsa yenə heydər səni səslər. Ey vay Ali Mola, Ali Mola, Ali Mola. Ey vay Ali Mola, Ali Mola, Ali Mola. Üz verib bir qəm cahanəm, qaldı dillər yana yana. Məscid-i Mehrab içində Şah-ı Mərdan batdı qanəm. Məscid-i Mehrab içində Şah-ı Mərdan batdı qanəm. Aşıqlərin əfqanı xuda ərşə dayandı. Səs düşdü Əli yarələnib qana boyandı. Səs düşdü Əli yarələnib qana boyandı. Əli eyvay yaralım, Əli eyvay yaralı, Əli eyvay yaralı, Əli eyvay yaralı. Dili fərağın qəmlər aldı, bir mühən o canə saldı. Gül kimi mehrab içində mürtəza soldu saraldı. Gül kimi mehrab içində mürtəza soldu saraldı. Bir zərbət ilə doldu Əlinin gözünə qan. Qana bələşib Şah-ı Nəcəf natiqi Qur'an. Qana bələşib Şah-ı Nəcəf natiqi Qur'an. Əli eyvay yaralı, Əli eyvay yaralı, Əli eyvay yaralı, Əli eyvay yaralı. Ta Həsən gördü bu halim, artı ben duhu melalim. Şəh başını aldı düz üstəm, səslədi eyvay yaralı. Şəh başını aldı düz üstəm, səslədi eyvay yaralı.
Dur koyma ata kalbine qüssə ala Zeynəb. Dur koyma ata kalbine qüssə ala Zeynəb. Dur bizdə gedək yara və mərhəm sala Zeynəb. Dur bizdə gedək yara və mərhəm sala Zeynəb. Ali eyvay yaralı, Ali eyvay yaralı, Ali eyvay yaralı, Ali eyvay yaralı. Allahümme inna nes'aluke ve ned'uk bismikel azim el-azam el-azz el-ecel el-ekrem ve bi'emiril mu'minin ya Allah 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 ya Rahman ya Rahim ya mukallibel kulub thabbit kulubana ala dinik. İlahi əllərimizi naümid qaytarma. Amin deyən dillərimizi lal öldürmə. Bu gecə bizi bağışlamamış qəbr evinə göndərmə. Bu gecənin rəhmətindən, bərəkətindən bizləri bir nəsib eləmə. Bizləri bu gecənin bağışlananlarından qərar ver. Bu gecədə bizim dua ibadətlərimizi qəbul elə. Bizləri Həzrət Əlinin həqiqi tərəfdarlarından qərar ver. Bizlərdən iltimas dua istəyənlər var, onların dualarını qəbul edə. Bu gecənin hörmətinə, bu gecənin şəhidinin hörmətinə xəstə olanlar var, o xəstələrə tezliklə şəfa ver. Çətinlikdə olanların tezliklə çətinliklərini bu gecə həll elə. Borcu olanların borclarını tezliklə qaytar. İlahi, sənə ant verirəm izzət və cəlal və övladı olmayanlara bu gecə övlad nəsib elə. İlahi, Peyğəmbər və Ali Peyğəmbərdən bizləri heç bir zaman ayrı salma. İlahi, dünya və axirət bizləri Peyğəmbərlə məşhur elə. Dünya və axirət bizlərə Peyğəmbər və onun əhl-i beytinin ziyarətini nəsib elə. Bizi bir-birimizə daha da mehriban elə. İlahi, Allahın bizi öz rəhməti və anlayanlardan qərar ver. İlahi, düşmənlər və imamlarımızın, Peyğəmbərimizin düşmənlərinə, müsəlmanların düşmənlərini zəlil məhv nabud elə. Dünyanın hər yerindəki müsəlmanlara zülm edirlər, onlara zəlil məhv nabud elə. Dünyanın hər yerindəki müsəlmanlara xidmət edirlər, onları daha da müvəffəq elə. İlahi, hacımızın, Hacı Şahin ruhunu şad elə. Onun ruhun bizlərə duaçı qərar ver. Onu bir ömür təbliğ etdi İmam Hüseyin, Həzrət Əli, onlardan ayrı salma. İlahi, bizləri qiyamətdə hacımızdan ayrı salma. İlahi, bizləri qiyamətdə hacı ilə bir yerdə qərar ver ki, onunla bir yerdə olsaq, Həzrət Əli ilə bir yerdə olmuş olarıq. Zamanımızın gözəl imamımız İmam Zaman əleyhissalamın zuhrunu təcil elə. Ağanın qəlbimizdən razı və xoşnud elə. Günahlarımızı bağışlamaqla ağanın zuhrunu tez elə. Və haqqı Muhammedin və alih və haqqı surətil mübarəkətil fatihəti mə'əs salavat. Allahümme salli ala Muhammedin və Muhammed və accil fərəcvə.